Dedi ki A olmalıdır, yəni A daxildir. -1 müsbət 1-ə. -1 müsbət 1-ə. Eləcə də arq kosinusdan da müəllimdir. Amma arq tangensi mənfi sonsuz müsbət sonsuzluqdur. Və burada A elə bir ədədləri almalıdır ki, bunun hər üçü müddəsi. Onda biz -1 müsbət 1 parçasını götürə bilərik. Və bu A -1 müsbət 1 parçasına daxil olarkən, bax bu iki dənə cəm ki var, arq sinüslə arq kosinusla. Bizə 90 dərəcə verir. Pi bölü 2. Yəni bunu biz bilirdik. Arq sinüs 2 üstə gələ arq kosinus 2 bərabər pi bölü 2-dir. Onda bu ifadə belə olur. Olur pi bölü 2 üstə gələk arq tangens A. Və A da daxildir -1 müsbət 1-ə. Yəni indi buradan nə izah edeyim sizə? Arq tangensin monoton olmasını. Yəni müəyyən bir aralıqda monoton artır. Arq tangensin qrafiki bizə məlumdur ki, bu şəkildədir. Və bunun da asimptotları bura. Biri -pi bölü 2-dir, biri də müsbət pi bölü 2-dir. Müsbət pi bölü 2. Və bizə lazımdır A daxil olsun -1 müsbət 1-ə. Yəni -1 buradır, müsbət 1 də buradır. -1 də alır bu -pi bölü 4, müsbət 1 də alır müsbət pi bölü 4. Bizə ən kiçik qiymət lazımdır. Yəni mən arq tangensin kiçik qiymətini istəyirəm. O da -pi bölü 4. Gətir yerinə yazsam olur belə pi bölü 2 minus pi bölü 4. Pi bölü 2-dən də pi bölü 4 yenə qalır pi bölü 4. Cavab olur A variantı. Ən böyük qiymətini istəsəydi pi bölü 4 yazardıq yerinə. Olardı o da 4-də 3 pi. Sonra